Baxıram ki, bəzi insanlar var ki, çox sual verirlər. Fərqan xanım, siz ruzi ilə, pul baxımından, yəni pul ruzisinin enerjisini paylaşırsınız. Siz imkanlı zənginsinizmi? Əlbəttə ki, mən zənginəm. Mənim insanlığım zəngindir. O birisi zənginlik bu həyatda qalan, bu dünyada qalandır. Əsas insanlıqdır əzizlərim. Bu günlərim sizlərə mən bir zikir öyrədəcəm. Bu zikir hər vaxt dilinizin əzbəri olsun. Çünki hər vaxt sizə yol yoldaşı, sizə uğur qazandıran bir zikirdir. Bu yollar açan, məqamlar açan zikirdir. Allahın ismi əzəmdə yüksək bir adıdır. Ya Fəttah zikri. Yəni bunu niyyət eləyəndə deyirsiniz, ya Allahım, sənin Əl-Fəttah adından istəyirəm. Mənim niyyətlərimi qəbul elə. Birinci niyyətdir. Amma yadınızda saxlayın ki, hər kəs birinci duanı, zikri etməmişdən qabaq istiğfar, yəni əstağfirullah desin. İstiğfar edin, tövbə edin ki, dualarınız qəbul olsun. Yəni hər kəs günahkar, səhvlər dolu insanlardır. Ondan sonra deyin, ya Allahım, sənin Əl-Fəttah adından istəyirəm. Niyyətinizi edirsiniz, bir dəfə niyyət edib 100 dəfə ya Fəttah zikrini edirsiniz. Şərdən, böhtandan Allah sizləri uzaq eləsin əzizlərim. Yəni hansı sahədə olur olsun bu zikri unutmayın. Əl-Fəttah Allahın mükəmməl bir adıdır. Aldım, qəbul etdim yazın və bu zikri hər vaxtı sizlərin sehirliniz olsun. Sizin məqamınız və möcüzəniz olsun əzizlərim. Allah'a əmanət olun.